Selamünaleyküm. Hoş geldiniz. Nasılsınız? İyi misiniz? Bizler sizleri Avrupa'dan izliyoruz. Sohbetlerinizi izliyoruz. Avrupa'da yaşayan çok Ehl-i Beyt dostları var. Onlara neler söylemek istersiniz hocam? Bismillahirrahmanirrahim. Evvela salam deyəm, hamısına salam getirəyəm. Ürəyimdən keçib hamısını dua edəyəm. Allah hamısına xeyir dünya axirət versin. O iki adama tövsiyə eləmdə Allah özü Quranda buraya əizzukum və vahidə. Allah Quranda buraya mən vaizəm, muizə eləyəm. Allah buraya bir dənə muizə eləyəm sizə. Ən təqumu lillah. İşləriniz Allah üçündür. Allah üçün qiyam edir, Allah üçün durun ayağa. İnsan tamam bütün işlərində, hərəkətlərində gərək Allahı nəzərə ala. Ma min hərəkətin la əntə muhtacun fiyha ilə mərifə. Əmirul Mümnəli Əbi Talib kumeylə bu, yox kumeylə. Hər hərəkəti ki səndən baş verək, orada mərifətin gərək ola. Mərifətin ola yəni hər işini Allah səni bu işini istəyir, qəbul eləyir, ya işi qəbul eləmir. Allah'ından qol al, imzala al günün. Altın təyid eləsin, qısın, bunu baxışığı mən təyid elədim. Danışdığın qəbul elədim. Yeməyin qəbul elədim, içməyin qəbul, o fikrin qəbul elədim. Adam görək, bütün işləri ki, əfal, əmal ki, insanla başlayır, hamısında Allah'ın nəzərə alır. Hocam bir soru da, akrabalık, sıla-i rahim bitmek üzere Avrupa'da. Benim adım Selman hocam. Ne vaxt? Selman'dır. Gözəl adım oldu Selman. Allah razı olsun. Ailece sizi İnşallah izliyoruz. Selman sifət olasan. İnşallah. Silə-i-Ərham çox ən gözəl əmaldan biri silə-i-Ərhamdır. İnsanın ömrün çox edər. Bir nəfərə İmam Sadı buyurdu, mən sən silə-rəhim eləyən adamsın. Hardan bilirsən mən silə-rəhim? Həsən dedi, 3 dəfə ömrün tutarıb, Allah sənə ömrü verir. Ömrü artırır. 3 il ömrü eləyib 30 il. Dedi, and olsun Allaha, mən 5 il aralıqda fəhləlik eləmişəm, gündə 2 dirhəm çıxartmışam. Bir dirhəmi xalama vermişəm, bir dirhəmi bibimə, əmməmə. Bu cür 5 il işte, İmam bu da ona xatırlar sənin ömrü tuğla çox edəyirdi. Silə-i-Ərham ömrü artırar. Silə-i-Ərham adamın rizqini artırar. Silə-i-Ərham adamın məhəbbətini artırar. Allah seni var etsin. Sabaha kadar konuşsam ben yorulmam. Allah senin ömrüne bereket versin. Hoş geldin Türkiye'ye. Teşekkürler. Hamle salam. Sağ ol.